Puh, sizə kimdən deyim, kimdən danışım? Yenə bizim Molla Nəsrəddindən. Deməli bir gün Molla qərar verir ki, bəs mən də böyük tacir olacam. Gedir bazara, bir aksaya, yəni bir qəpiyə, düz 9 yumurta alır. Oyda, cəmaat baxır ki, hə, Molla Alverə başlayıb. Amma gedir başqa bir piştaxtaya, həmin o 9 yumurtanın üstünə birini də qoyur və 10 dənə yumurtanı elə bir aksayada satır. Bunu görən qonşu tacirlərin beyni yanır. Yaxınlaşırlar Mollaya. Ay Molla, vay, sən neynirsən əşi? 9'unu bir qəpiyə alıb, 10'unu bir qəpiyə satırsan. Sən niyə özünə belə ziyan vurursan, ay kişi? Molla isə qətiyyən halını pozmur. Sinəsini irəli verir, fəxrlə, o bığaltı təbəssümü ilə tacirə baxır və deyir. Əşi, ziyan, xeyir, bunlar boş şeylərdir. Əsas odur ki, dost düşmən məni Alverdə görsün. Ay sənim Molla, əsas brendin adıdır.